Bir uşağın qüsur deyəndə gecikmələr olur bəzən dilində, yaşına uyğun 2 yaşında əgər bu uşaq 100 dənə söz deməlidirsə, belə deyək də 10 dənə söz deyir və qısa-qısa deyir ki, onları bir qısa müddət ərzində Məsumə xanım həll edir bəli. Eyni zamanda Lamiyə xanım, bilirik ki, dünya sürətlə inkişaf edir, yeni informasiyalar ortaya çıxır və bizim sürətlə inkişaf edən dünya ilə ayaqlaşmaq məcburiyyətindəyik. Hərəmiz öz ixtisasımızda və eyni zamanda sürətli inkişafın içərisinə texnologiya da daxildir. Bir pedaqoq olaraq, bir inkişaf mərkəzinin rəhbəri olaraq həm kollektivinizlə, həm özünüzlə iştirak etdiyiniz pedaqoji təhsillə bağlı tədbirlər haqqında soruşmaq istəyərdim. Nə kimi tədbirlərdə dəvət alırsınız, iştirak edirsiniz? Bəli, bir çox tədbirlərdə dəvət alırıq. Mən çalışdığım qədər bütün tədbirlərdə iştirak etmək istəyirəm və iştirak edirəm də. Hansı ki, gedə bilmədiyimə, vaxt zaman çatdıra bilmədiyim tədbirləri isə müəllimələrimizi yönləndirirəm, onlar da iştirak edirlər. Hətta o tədbirlərdə fəal iştirak etməyi xoşlayıram. Məni düşündürən suallar var ki, o sualları da verib cavab tapa bilirəm. Və orada bizim inkişaf mərkəzinin tərifi, bizim inkişaf mərkəzinin irəliləməsi, uğurları haqqında hətta tərifnamələr də alıram.